Bildiyiniz kimi Yaşad fondu bizim böyük zəfərimizdən dərhal sonra, tam bir ay sonra yarandı və dekabr ayının 8-i Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab prezidentin müvafiq fərmanı əsasında yarandı. Yaranmağında əsas məqsəd ondan ibarət idi ki, bizim bilirsiniz ki, 44 günlük müharibə müddətində biz torpaqlarımızı işğaldan azad etdiyimiz müddətdə bizim xalqımız imkanı nəyə çatırdı, ordumuza dəstək göstərirdi. Baxmayaraq ki, bizim Azərbaycan ordusunun, silahlı qüvvələrin maddi texniki təminat bazası tam inkişaf edib, yüksək səviyyədə idi, amma xalq da öz dəstəyini göstərirdi və eyni zamanda burada sosial bir çağırış var idi ki, bütün yardımlar mərkəzləşdirilmiş platformadan idarə olunsun və Ali Baş Komandan prezidentimiz də bu çağırışa uyğun olaraq Yaşad fondunu yaratdı. 1999-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil oldum. Hansı ki, həmin hərbi lisey bizim ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılmışdı. Onun uzaqgörən siyasəti nəticəsində yaradılmışdı. Bugün Azərbaycan Silahlı Qüvvələrinin ali rütbədə zabitlərinin bir çoxusu məhz həmin hərbi liseyin məzunlarıdır. 2002-ci ildə mən hərbi liseyi müvəffəqiyyətlə bitirdim və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldum. 4 il orada təhsil aldım. Leytenant hərbi rütbəsində 2006-cı ildə zabit olaraq məzun oldum və Azərbaycan Silahlı Qüvvələrində xidmətə başladım. Xidmətim bir çox hərbi hissələrdə, bir çox regionlarda olub və onlardan da ən əsası mən Ağdam işğalda olduğu müddətdə məhz 2010-cu ildə mən Ağdam cəbhəsində, təmas xəttində döyüş mövqeyində xidmət etmişəm. Sonradan Xüsusi Təyinatlı Qüvvələr sırasına seçilmişəm. Oranın ağır təlimlərindən uğurla keçərək və Xüsusi Təyinatlı Qüvvələr mənsubu kimi xidmətini davam etdirmişəm. Və həmin müddət ərzində bilirsiniz ki, 2013-cü, 14-cü il bu aprel döyüşlərinə qədər ümumiyyətlə bir çox hallarda düşmən təmas xəttində, cəbhə bölgəsində hər zaman təxribatlar yaradırdı və bu təxribatların qarşısını almaq üçün Xüsusi Təyinatlı Qüvvələrə döyüş əmri verildi və mən də öz qrupumla Xüsusi Təyinatlı Qüvvələrə verilən döyüş əmrinin icrası üçün düşmən təxribatının qarşısını almaq üçün müxtəlif vaxtlarda bir çox döyüş əməliyyatlarında iştirak etmişəm. Və bu iştirak etdiyim döyüş tapşırıqlarında ayrı-ayrı vaxtlarda 11 ayın içində 2 dəfə yaralanmışam. 2014-cü il may ayının 28-i məhz bizim müstəqillik günümüz Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində. 11 ay sonra isə aprel ayının 21-i 2015-ci ildə Tərtər rayonunun Qapanlı Seysulan kəndləri ərazisində ikinci dəfə yaralanmışam. Kapitan hərbi rütbəsində isə ehtiyata buraxılmışam. 2014-cü ildə cənab prezident tərəfindən İgidliyə görə medalı ilə təltif olunmuşam. Məhz döyüş əməliyyatlarında göstərdiyim şücaətə görə, o tapşırıqları uğurla yerinə yetirdiyimə görə. Onun foto şəkili yoxdur, amma medallarla olan özümün şəkilim var. O vaxt Xüsusi Təyinatlı Qüvvələr tam məxfi fəaliyyət göstərirdi deyə onların çəkilişləri qeydə alınmırdı, tam məxfi idi. Xüsusi Təyinatlı Qüvvələr əslində Vətən müharibəsindən sonra bütün hamı bildi ki, belə bir birliklər var. Bizim işimiz tam məxfi olduğuna görə bu cür hər bir şey belə deyək də məxfi aparılırdı. Bizim Yaşad fondunun komandasının böyük əksəriyyəti, mütləq əksəriyyəti məhz qazilərdən və şəhid ailə üzvlərindən təşkil olunub. Hansı ki, bizim sıralarımızda məhz Xüsusi Təyinatlı Qüvvələrin 4 qazisi var. Onlar da müxtəlif vaxtlarda döyüşlərdə yaralanıb, səhhətləri ilə bağlı ehtiyata buraxılıblar. Eyni zamanda Azərbaycanın milli qəhrəmanının övladı, oğlu bizdə çalışır, milli qəhrəmanımızın bacısı bizdə çalışır. Eyni zamanda məhz Şuşa işğal olunduğu gün atası Şuşada şəhid olaraq Şuşalı bizim şəhidimizin övladı bizdə çalışır. 5 aylıq körpə ikən atası şəhid olan bir şəhidimizin övladı bizdə çalışır. Və bu bizə imkan verir ki, biz indiki şəhid ailə üzvləri ilə, qazilərlə ünsiyyətdə, kommunikasiyada, onların problemlərinin həlli yolunda, onların müraciətlərini dinləyəndə, qəbul edəndə bizim üçün hər hansı bir çətinlik yaratmır. Əksinə biz onlarla təmasda olanda biz biraz da duyğulanırıq ki, çünki onların sıralarında şəxsən mənimlə Ali Hərbi Məktəbdə oxuyan şəhidlərimizin ailələri var, mənimlə bərabər bir yerdə xidmət edən silahdaşlarım var ki, onların ailə üzvləri bu günləri mən onlara dəstək oluram. Mən hesab edirəm ki, Azərbaycandakı bu iş daha yüksək səviyyədə təşkil olunub. Çünki Yaşad fondunun əsas yaranma səbəbi
dövlətin sosial sahədə həyata keçirdiyi tədbirlərə əlavə dəstək məqsədilə yaradılıb. Yəni dövlət öz işini görür, fond da əlavə dəstək edir. Dövlət nə edir? Şəhid ailə üzvlərinə və müharibə əlillərində tam təmirli mənzillə təmin edir. Müharibə əlillərini avtomobil təminatına həyata keçirdir. Onların məşğulluq proqramlarına cəlb olunması ən üst səviyyədədir və birincilik, üstünlük onlara verilir. Eyni zamanda prezident təqaüdü verilir. Eyni zamanda pensiya təminatı var. Və bunlarla yanaşı Yaşad fondu da əlavə dəstək olaraq onların məişət şəraitinin yaxşılaşdırılmasına vəsait ayırır. Onların adında olan kreditlərin bağlanmasına öz dəstəyini göstərir. Onların övladlarının təhsil haqlarının qarşılanmasına öz dəstəyini göstərib. Eyni zamanda tibb istiqaməti üzrə kifayət qədər dəstək göstərilir və hər bir qazi və hər bir şəhid ailə üzvünə Yaşad fond tərəfindən bu gün də 1000 manatlı pulsuz dərman təminatı həyata keçirilir. Və mən hesab edirəm ki, Azərbaycanda bu iş çox yüksək səviyyədə təşkil olunub. Təbii ki, həmin vaxtı bizim ölkəmiz müstəqilliyini yeni qazanmışdı. Müharibə gedə-gedə biz ordu formalaşdırırdıq və kifayət qədər yeni müstəqillik qazanmış ölkənin, dövlətin kifayət qədər çətinlikləri var idi. Amma Azərbaycan dövləti bütün bu çətinliklərin hər birini aşdı. Artıq biz suverenliyimizi də tam bərpa etmişik, ərazi bütövlüyümüzü də bərpa etmişik. Və təbii ki, o dövrdəki yanaşmadan bu dövrdəki yanaşma fərqlidir. Aradan 31 il vaxt keçib və Azərbaycanın imkanları çox genişlənib. Azərbaycan iqtisadi cəhətdən tam artıb və biz artıq iqtisadi müstəqillik əldə etmişik. Kifayət qədər bu ciddi uğurdur və bunların fonunda artıq təbii ki, yanaşma, artıq onlara olan qayğı, dəstək dəyişib və Yaşad fondu Azərbaycanın ilk şəhidindən son şəhidinə qədər, ilk müharibə əlilindən son müharibə əlilinə qədər bütün hər kəsi əhatə edir və bu yarandığı gündən də belə olub. Bundan sonra da bu şəkildə davam edəcək. Yəni bütün şəhidlərimizi və qazilərimizi biz əhatə edirik. 91-ci ildə, 92-ci ildə olan şəhidlərimizi və son müharibədə antiterror əməliyyatlarında olan şəhidlərimizə qədər hamısını əhatə edirik. Təbii ki, fond fəaliyyətdə olduğu müddət ərzində bu dəstəklərini əhatə edəcək. Bu həm qazilərimizə, həm şəhidlərimizin valideynlərinə, onların həyat yoldaşlarına, onların övladlarına biz əlimizdən nə gəlirsə edəcəyik. Təbii ki, burada qanunvericiliyə baxmaq lazımdır. Şəhidlərimizin övladları 18 yaşına çatanda statusunu itirirlər və eyni zamanda əgər əlavə təhsil alarsa, ali təhsil alarsa 23 yaşa qədər şəhid ailəsi statusu daşıyır. Yəni ondan sonra artıq onlar bizim mövcud qanunvericiliyə görə şəhid ailəsi statusunu itirdiyinə görə biz onların övladlarına bəlli bir yaşa qədər dəstək göstərə bilirik. Amma həyat yoldaşları və valideynləri, eyni zamanda müharibə əlilləri bunlar tam sona qədər Yaşad fondunun fəaliyyət istiqamətlərinə uyğun olaraq öz dəstəyini ala bilərlər. Mən fond olaraq gündəlik müsahibələrdən kənar 6 aylıq və illik, belə deyək, rüblük 6 aylıq və illik brifinqləri biz veririk ki, fondun dövrü məsələləri ilə bağlı, həll etdiyi məsələlərlə bağlı, daxil olan məbləğ, xərclənən məbləğlərlə bağlı, ümumilikdə görülən işlərlə bağlı bütün dünya azərbaycanlıları bundan məlumatlansın və mənim səsləndirdiyim bütün rəqəmlər Yaşad fondunun rəsmi internet portalında açıq məlumatlardır və bütün hamısı orada dünyanın istənilən bir nöqtəsindən orada tanış olmaq olar. Eyni zamanda hansı şəhidimizin, hansı ailə üzvünə, hansı qazimizə, hansı istiqamət üzrə dəstək göstərilib, onun məbləği, tarixi və bank qəbzinə qədər hər biri fondun rəsmi internet səhifəsində yerləşdirilib. Və mən hesab edirəm ki, mən xatırlayıram ki, mən müsahibələrimin birində mənə bu sualı ünvanlamışdılar və mən o zaman qeyd etmişdim ki, bizim özümüzə qiymət verməyimiz doğru olmaz. Bizim audit eləyəcək, Azərbaycan xalqı bizi audit eləməlidir və bizim qiymətimizi Azərbaycan xalqı verməlidir. Niyə görə Azərbaycan xalqı verməlidir? Çünki Yaşad fondunun bütün vəsaiti xalqımızın könüllü şəkildə etdiyi iyanələrin nəticəsində formalaşır. Və vətəndaş, bura 1 manat iyanə edən vətəndaşın qəlbində zərrə qədər şübhə qalmamalıdır ki, mənim verdiyim vəsait təyinat üzrə yönəlib yoxsa yox. Yəni, dolayısıyla bizim qiymətimizi bu fonda iyanə edən vətəndaşlarımız, sahibkarlar, iş adamları versə, mən hesab edirəm ki, bu daha doğru olar. Amma eyni zamanda mən şəhid ailə üzvlərlə və qazilərlə görüşəndə
onlar ölkə prezidentinə, Ali Baş Komandana bu fondu yaratdığı üçün minnətdarlıq bildirirlərsə, təşəkkür edirlərsə və eyni zamanda Yaşad fondunun olması üçün belə deyək də öz minnətdarlığını bildirirlərsə, demək ki, biz doğru yoldayıq və biz doğru iş görürük ki, onlar da fonddan razıdırlar, eyni zamanda fondun yaradıcısından razıdırlar. Mən xatırlayıram, bizim bir şəhidimizin övladı var idi. 3 yaşında körpə uşağı idi və o çox ağır xəstələnmişdi və onun bədəni sinədən aşağı işləmirdi və belə deyək, hərəkətsiz vəziyyətdə idi. Və biz başa düşürdük ki, 3 yaşında uşaqdır və biz bunun həyatına, bu müraciət bizə daxil olub. Təbii ki, mənə məlumat verdilər və biz tam bəlkə də 1 saat müddətində artıq biz ölkə xaricindən xüsusi ambulans jet havalandırdıq və o uşağı 2 saatdan sonra ölkə xaricində müalicəyə göndərdik və təbii ki, bugün o uşaq yaşayır, öz sağlamlığına qovuşub. Bu hallardan biri və bilirsiniz ki, məlumat üçün qeyd edim, Yaşad fondu bir çox layihələr həyata keçirdir. O layihələrə mən hər zaman gedəndə qarışıq hisslər və qarışıq təəssüratlarla ayrılıram. Niyə görə? Çünki orada şəhid övladları olur ki, mən onların atası ilə uzun illər bir yerdə xidmət etmişəm, onların atalarının toyunda olmuşam və yaxud da o uşaqları mən çox körpə, 2 yaşında, 3 yaşında olarkən atalarının yanında görmüşəm. Amma bugün mən onları, atalarının şəhid olduğunu başa düşürəm və onlar da bunu başa düşür ki, onların ataları qəhrəmandırlar. Və biraz o situasiyada mən biraz duyğulanıram ki, mənim silahdaşlarımın övladlarıdır, mənim qardaşlarımın, doğmalarımın övladlarıdır. Və mən o uşaqlarla görüşəndə onların hansı şəhidlərimizin övladları olduğunu soruşanda, onlar mənə şəxsən mənim tanıdığım və uzun illər bir yerdə çörək kəsdiyimiz, bir yerdə təlimlərdə olduğumuz, bir yerdə oxuduğumuz, bir yerdə xidmət etdiyimiz şəhidlərimizin adını çəkəndə ki, mən bu şəhidimizin övladıyam və mən şəxsən o şəhidi tanıyıram, onun toyunda olmuşam, onun ad günündə olmuşam və yaxud da o mənimlə bir yerdə çox dost və qardaş münasibətlərimiz olub. Bu anlar mənim üçün çox, belə deyək, çətin və duyğulu anlar olur və biz də çalışırıq ki, onlara elə istiqamət, elə yön verək ki, onlar atalarının arzuladığı, atalarının görmək istədiyi şəxsiyyətlər kimi formalaşıb Azərbaycan dövlətinə və xalqına, ümumiyyətlə insanlığa xidmət etsinlər və öz töhfələrini versinlər. Yaşad fondu Dövlət Agentliyinin tabeliyində bir struktur olaraq fəaliyyət göstərilir. Asan xidmətin, belə deyək, tabeliyində fəaliyyət göstərir. Amma burada insan sağlamlığından söhbət gedir və burada bizim şəhidlərimizin bizə olan əmanətindən söhbət gedir və biz hesab edirik ki, bu əmanətin problemi varsa, o problem bizim öz problemimiz hesab edirik və ümumiyyətlə şəhid ailə üzvlərinin və müharibə ailələrinin problemini biz öz problemimiz hesab etməsək, mən hesab edirəm ki, biz işimizdə uğur qazana bilmərik və burada da məsələ təcillik tələb etdiyinə görə biz təbii ki, xarici ölkələrdən Türkiyənin tərəfi ilə biz əlaqə saxladıq və biz onlardan istədik ki, ambulans təyyarə versinlər və biz təbii ki, ambulans jetlə biz şəhidimizin övladını dərhal ölkə xaricində ən aparıcı klinikalardan birinə biz təxliyə etdik və burada da niyə ölkə xarici məsələsi? Biz vətəndaşları, qaziləri və şəhid ailələrini ölkə xaricinə çıxardarkən burada ölkənin müvafiq səhiyyə qurumlarının belə deyək, verdiyi rəy çox önəmlidir ki, bizim əlimizdə əsas olmalıdır ki, bu şəxsin müalicəsi bizim ölkə səhiyyəsində yoxdur. O zaman biz artıq Yaşad fondu olaraq ölkə xaricinə göndərmə ilə bağlı fəaliyyətə başlayırıq və mən hesab edirəm ki, yenə deyirəm, əgər biz şəhidlərimizin övladlarını, onların ailələrini bizə əmanət hesab ediriksə, biz bu məsələdə gecikə bilmərik. Çevik qərar qəbul etmə və anında qərar qəbul olunmalıdır və necə ki, biz hər zaman da bu münasibətlərdə qərarı dərhal qəbul edirik və onun icrasına həyata keçiririk. Və təbii ki, dediyiniz bu situasiya, məhz bu məsələ
insan sağlamlığından söhbət gedirdi və o insanın, bizim şəhidimizin körpəsini bizi itirə bilərdi və söhbət insan əgər xəstə yatağında həyatla olum və qalım arasında mücadilə verirsə və mən hesab edirəm ki, bizim qərarımız təxirə düşə bilməz, necə ki, burada təxirə salınmaz operativ tədbir görülməli idi və biz də bu tədbiri gördük. Təbii ki, mən də öz növbəmdə bu qərarı qəbul edərkən tabi olduğumuz strukturun rəhbəri ilə bu qərarı razılaşdırdıq və bu qərar dərhal qəbul edildi və bu məsələ öz həllini müsbət yöndə öz həllini tapdı. Nəinki bu məsələdə, ümumiyyətlə biz bütün fəaliyyətimiz dövründə təxirə salınmaz qərarlar qəbul olunmalıdırsa, biz o qərarın qəbul olunması növbəti günə və növbəti günlərə keçirdə bilmərik. Xüsusən də insan sağlamlığı ilə bağlı olan məsələlərdir. Çünki insan sağlamlığı gözləmir. Sualınızın əvvəlindəki Amputa Futbol klubunda dediniz, o klubda çıxış edən oyuncuların bir neçəsi xüsusiyyətli qüvvələrdə məndən bir bərabər xidmət ediblər. Hətta döyüş əməliyyatlarında bərabər iştirak edənlərimizdən var. Bir neçəsi ali hərbi məktəbdə mənlə eyni vaxtda məzun olub, eyni vaxtda oxumuşuq. Yəni və tək o yox, ondan da başqa idman növləri ilə məşğul olanlar var. İlham Zəkiyev 18 yaşında hər iki gözünü itirdi, görmə qabiliyyətini itirdi və bütün paralimpiya üzrə dünyanı fəth edir. 2 qat paralimpiya çempionu, dünya və Avropa çempionu. Eyni zamanda Polad Rızayev var. Onun hər iki ayağı amputasiyalı və buna baxmayaraq o hal-hazırda idmanın ekstrem növləri ilə məşğuldur. Alpinizmlə artıq o bir çox yüksəklikləri fəth edib, indi qarşısına hədəf qoyub ki, Everesti fəth edəcək. Baxmayaraq ki, onun hər iki ayağı yoxdur. Və bu cür nümunələr çoxdur. Yaşad fondu bütün qaziləri, bütün müharibə əlillərini əhatə edir. Təbii ki, hər hansı bir Yaşad fondunun fəaliyyət istiqaməti ilə əlaqədar olaraq müraciəti olmayan qazilərimiz bizə müraciət etmirlər. Amma müraciətlə bağlı ehtiyacı olan varsa, onlar bizə müraciət edirlər və etməlidirlər də. İlk vaxtda siz doğru qeyd edirdiniz. Bəzən mənim də şəxsən tanıdığım dostlarımdan, silahdaşlarımdan, qardaşlarımdan bir çoxsu müraciət etməkdə tərəddüd edirdilər və mən onlarla qeyri-rəsmi formatda çay süfrəsi arxasında işdən sonra onlarla biz görüşəndə mən onlara başa salırdım və onlara inandırırdım ki, bu fond sizin üçün yaradılıb. Bu fond Ali Baş Komandanla, prezidentimizin təşəbbüsü ilə məhz sizin üçün yaradılıb. Siz buradan yararlanmasanız, heç kəs yararlanmayacaq. Çünki buradan yararlanmaq üçün şəhid ailə üzvü və yaxud da müharibə əlilli olmaq lazımdır. Digər vətəndaşlar bu fonddan yararlana bilməz. Məhz siz yararlanmalısınız və zaman-zaman mən də bunlarla öz söhbətlərimdə bunları aşıladım ki, burada utanmaq və yaxud da qüruruna toxunacaq bir hal yoxdur və siz bura müraciət etməlisiniz. Təbii ki, müraciətə ehtiyacınız olduğu halda və indi bu günləri bir çoxsu ehtiyac olduğu halda müraciət edirlər. Amma biz statistikaya baxarıqsa, ümumi statistikada hələ də müraciət etməyən bizim qazilərimiz və şəhid ailə üzvlərimiz var və biz bunu rəqəmlərdən görə bilirik. Mən hesab etmirəm ki, bunlar bunu qürurdan etmirlər. Mən hesab edirəm ki, həmin şəxslərin Yaşad fondu ilə bağlı, fəaliyyət istiqamətləri ilə bağlı müraciətə ehtiyacı olmadığı üçün müraciət etmirlər.